Salam, hər vaxtınız xeyir olsun. Bugün Masallı İmtahan Mərkəzinin 10-cu siniflər üçün hazırladığı buraxılış suallarını izah verəcəm. Başlayırıq 57-ci sualdan. Deməli, A çıxılsın 1 bölü A bərabərdir 6 olarsa, A kvadrat üzərinə gəlib 1 bölü A kvadrat ifadəsini tap. Yenə də müxtəsər mod üsuluna əsasən mən bunu A üstə gəlib A çıxılsın daha doğrusu. Çünki bizə çıxmanı veribsə, A çıxılsın 1 bölü A-nın mötərizə kvadratı üzərinə gəlib 2 şəklində ümumi qaydadır. A çıxılsın 1 bölü A-nın yerinə 6 yazsam olur. 6-nın kvadratı üzərinə gəlib 2. Yəni 36 üstə gəlir 2 bərabərdir. 38 olur cavabımız B variantı. Növbəti suala baxaq. 58-ci sual. 58. X kubu çıxılsın 64 bərabərdir. X çıxılsın 4 vurulsun A olarsa, A çox adresini tapın. Uşaqlar, görürsünüz ki, bu kubların açılışıdır. X kub çıx 64-ün açılışını verək. X çıxılsın 4. Birincinin kvadratı, birincinin ikinciyə vurma hasili, ikincinin kvadratı. Deməli, x çıx 4 vuruğumuz var. Deməli, digər vuruq A2 var ha. Deməli, həmin A budur. Yəni, A bərabərdir. X kvadrat üstə gəlir 4x üstə gəlir 16. X kvadrat üstə gəlir 4x üstə gəlir 16. Doğru cavab Y variantı olacaqdır. Növbəti 59-cu suala baxaq. 59. Kök altında 29 ədədinin kəsr hissəsi ilə kök altında 29 üstə gəl 5 ədədinin hasilini tap. Kökdə 29-un kəsr hissəsini tapmaq üçün ədədin özündən çıxmalıyıq tam hissəni. Kökdə 29-un tam hissəsi də 5-dən təxmin neçəsə, tam hissəsi yəni 5-dir. Deməli, kəsr hissə ilə, yəni kökdə 29 çıxılsın 5 ilə kök altında 29 üstə gəl 5-in hasili. Bu da kvadratlar fərqidir, bir fərq cəmdir. Kökdə 29-un kvadratı 29, 5-in kvadratı 25. Çıxanda da cavab 4 edir. Doğru cavab Y variantı. Altmışıncı suala baxaq. Deməli, romb çəkək 60. Deməli, A, B, C, D rombudur. BD diagonalı və AC diagonalı O nöqtəsində kəsir. Deməli, perimetr A, B, C, D bərabər 60-dır. Rombun perimetri 60-dırsa uşaqlar, rombun bütün tərəfləri bir-birinə bərabərdir. Deməli, 4 yerə böləndə hər birisinə 15-15 düşür. 15-15. Və deyir ki, BD üzərinə gəl AC bərabərdir 36. Olarsa, perimetr üçbucaq AB 10-u tapın. BD ilə AC-nin cəmin 36 verib. Bilməlisiniz ki, rombun diagonalları kəsir və kəsiş nöqtəsində yarıya bölünür. Bax, mən əgər B-dən O-ya qədər A desəm, O-dan D-yə qədər də A olacaq. A-dan O-ya B desəm, O-dan C-yə də B olacaqdır. İndi BD, bizdə BD ümumi 2A oldu da. Bax, B-dən D-yə qədər 2A oldu. Deməli, bax, bu ifadənin yerinə BD-nin yerinə yazıram 2A. Üzərinə gəl, AC-də ümumi B ilə B-nin cəmi 2B oldu, bərabərdir 36. Və bunun hər tərəfini 2-yə bölsəm, A üstə gəl B bərabərdir 18 olur. Bizdən də soruşur perimetr üçbucaq AB 10-u. Biz baxsaq AB10-un perimetrinə, tərəflərin uzunluqlarının cəminə. A üstə gəl B üstə gəl 15 alacaq. Və A üstə gəl B-ni biz 18 tapmışıq. Onda 18 üstə gəl 15 bərabər olacaq 33. Doğru cavab Y variantı. Növbət 61-ci suala baxaq. 61. Deyir tərəfi A bərabərdir 4 kökdə 3 olan bərabər tərəfli üçbucağın hündürlüyünü tapın. Demək olar, bərabər tərəfli üçbucaqda qayda olaraq median hündürlüyə bərabərdir, o da tən bölənə bərabərdir və bunların hər birisi tərəfin kökdə 3 mislinin yarısına bərabərdir. Bizdən də hündürlüyü soruşursa, H bərabərdir, A kökdə 3 bölünsün 2-dir. Və bu bərabərdir. A-nı, yəni üçbucağın tərəfini bizə verib 4 kök altında 3, vurulsun, kök altında 3 bölünsün 2. 2 ilə 4 getdi, 2 qaldı. Kökdə 3-ü kökdə 3-ə vuranda 3 elədi. 3-ü də 2-yə vuranda 6 elədi cavabımız. A variantı.
62-ci suala baxırıq. 62. Deməli, modulda x çıxılsın a, çıxılsın. Modulda a üzərinə gəl x bölünsün 3. Bərabərdir -20 olarsa və x böyükdür a böyükdür 0. A-nı soruşur. A bərabərdir sual işarəsi. Demək uşaqlar, x da a da hər ikisi 0-dan böyükdür. Deməli, x bunların hər birisinə. X a-dan böyükdür. Mən özümdən nümunə olaraq x-a 3, a-ya 2 versəm və qiymətlərin yerinə yazsam, 2, a-ya 2 verirəm, x-a 3 verirəm. Üstdən 2 çıxanda modul daxili müsbətdir deyə yer dəyişməyə ehtiyac yoxdur. X çıxılsın a olur. 2-nin üstünə düşəndə müsbət edir. Yenə yer dəyişməyə ehtiyac yoxdur, amma qarşıdakı mənfiyə vurub açmaq lazımdır. Mənfi a, mənfi x. Bölünsün 3 bərabərdir -20. Mənfi x-dan müsbət x islah getdi. Mənfi 2a bərabərdir. Sonra 3-ü də çarpaz -20-yə vuranda -60. Cüt sayda mənfi müsbətə bərabərdir. A da bərabərdir. 62-yə böləndə 30 eləyir cavabımız C variantı. Altmış üçüncü suala baxaq. Görək 63-də nədir? 63. 63'te deyir ki, mənfi kök altında 71 ədədi hansı iki ardıcıl tam ədəd arasında yerləşir. Deməli, mənfi kök altında 71-dən sola doğru getdikcə uşaqlar mənfilərdə ədədlər böyüyür də getdikcə. Yəni rəqəm cəhətlər böyüyür də. Geriyə qayıtdıqda mənfi kök altında 81-dən kök çıxacaq. İrəli sıfıra doğru getdikdə mənfi kök altında 64-dən kök çıxacaq. Mənfi 81-dən mənfi 9 çıxır. Mənfi 64-dən mənfi 8. Deməli, bu mənfi 9 və mənfi 8 arasında yerləşir. Cavab B variantı olacaqdır. 64-cü suala baxaq. 2 üstü x bərabərdir 6 olarsa, 2 üstü x üstə gəl, 2 ifadəsini tapın. Qüvvətlər nə zaman toplanılır? Hasildə. Yəni 2 üstü x vurulsun 2 üstü 2 kimi yazsaq, 2 üstü x-in yerinə yetirib 6 yazsaq, onda 6 vurulsun 2-nin kvadratda 4 eləyir. 6 4-ün 24 bizim cavabımızdır. B variantı. Növbəti 65-ci suala baxaq. 65. Kök altında 6-cı dərəcədən, kök altında 7, çıxılsın 4. 6-cı dərəcə, üstə 6, üstə gəl, kök altında 7. Demək uşaqlar, əgər kökün dərəcəsi cüt dərəcədənsə, kökdən modulla çıxır, kök altında 7, çıxılsın 4, üzərinə gəl, kökdə 7. Biz 4-də uşaqlar, kök altında 16 kimi baxsaq, 7-dən 16 çıxanda mənfi alınır deyə, modul daxil ifadənin yerini dəyişib çıxarırıq moduldan. 4 çıxılsın kökdə 7, üzərinə gəl, kök altında 7. Mənfi kökdə 7-dən müsbəti islah getdi, 4 qaldı, doğru cavab C variantı. 66-cı suala baxaq, görək 66 nə deyir bizə? 66. 9m kvadrat, üzərinə gəl n kvadrat bərabərdir 6m-in və n fərqlidir m-dən olarsa, m bölünsün n-ə. Demək uşaqlar, burada 9m kvadrat, 6m-ni atsam bərabərliyin soluna çıxılsın 6m-in, üzərinə gəl n kvadrat bərabər 0-a. Buna da diqqət edəcək, müxtəsər mövzusudur. Yəni 3m çıxılsın n-in mötərizə kvadratıdır, bərabər 0-a. Kvadrat 0-a bərabərsə kvadratın önəmi yoxdur. 3m çıxılsın n bərabərdir 0-a. 3m bərabərdir, mənfi n atsaq sağ tərəfə müsbət n. Və bizdən də m bölünsün n-i soruşur. M bölünsün, n-in də yerinə 3m yazsaq, m-lə m ixtisar edəcək, cavabımız olacaq 3-də 1, doğru cavab B variantı. Növbəti 67-ci suala baxırıq. 67. Deyir, bir təpədən çıxan diagonalların sayı 7 olan qabarıq çoxbucaqlının bütün diagonallarının sayını tap. Demək olar, bir təpədən çıxan diagonal sayı n-3 sürülə tapılır, o da bərabər 7-dir. N oldu 10. Və bütün diagonalların sayı deyilsə, bütün diagonalların sayı düsturu n vurulsun, n-3 bölünsün 2-dir. Və bütün n-lərin yerinə 10 yazsam, 10-dan 3 çıxanda 7, 7-ni 10-a vuranda 70, 70-i də 2-yə böləndə cavabımız eləyəcək 35, Y variantı. Növbəti. 68-ci suala baxaq. 68. Deməli, A bölünsün B bərabərdir, C bölünsün D bərabərdir 5 olarsa, bizdən soruşur, A kubu üstə gəl, C kubu bölünsün, B kubu üstə gəl, D kubunu tapın. Demək olar, əgər 2 nisbət 1 ədədə bərabərdirsə,
mən həmin nisbətləri ayrı-ayrılıqda həmin ədədə bərabər edə bilərəm. C bölünsün D bərabərdir 5. 5-in məxrəcinə 1 atıb çarpaz vursaq, A-nı 1-ə vuranda A, 5-i B-yə vuranda 5B. Burada da 5-in məxrəcinə 1 atıb çarpaz vursaq, C-ni 1-ə vuranda C, 5-i D-yə vuranda 5D. Və gətirib ifadədə yerinə yazsaq, A-nı yenə 5B yazsam, olacaq 5B-nin kubu, üzərinə gəl. C-ni yenə 5D yazsam, olacaq 5D-nin kubu. Məxrəcdə hələ ki olduğu kimi qalır. B kubu üstə gəlir, D kubu bərabərdir. 5B-nin kubu eləyir 125 B kubu. 5D-nin kubu 125 D kubu. Məxrəcdə də B kubu, üzərinə gəlir D kubu bərabərdir. Sürətdən hər birisindən ortaq vuruq olaraq 125 ortaq vuruq kimi çıxarsaq, B kubu üstə gəlir D kubu. Bölünsün, məxrəcdə də B kubu üstə gəlir D kubu. B kubu üstə gəlir D kubuları ixtisar etdi. Cavabımız oldu 125, doğru cavab D variantı. 69-cu suala baxaq. 69-cu sualda, yenə də sadə sualdır. 22-nin kvadratı çıxılsın 15-in kvadratı bölünsün 37. Kvadratlar fərqli kimi yazsaq, 22 çıxılsın 15, 22 üstəgəl 15 bölünsün 37. Bərabərdir. 22-dən 15 çıxanda 7 eləyir. 22-nin üstünə 15 gələndə 37 eləyir. Bölünsün 37. 37-lər ixtisar etdi. Cavab oldu 7. C variantı. 70-ci suala baxırıq. Deməli, x-y z natural ədədləri üçün 3x bərabərdir 11, x bərabərdir 5z. Olarsa, x plus y plus z cəminin ən kiçik qiymətini soruşur. Demək olar, burada baxsaq ki, x 11-ə uyğundur, amma burada x 5-ə uyğundur. Deməli, bunları bərabərləşdirmək üçün əkob tapmaq lazımdır. 11 ilə 5-in əkobu 55-dir. Deməli, 11-i 55 eləmək üçün 5-ə vurmalısan. Onda digər tərəfi də 5-ə vurmalısan. Olur 15x bərabər olur 55y. Digər tərəfdən 5-i 55 eləmək üçün 11-ə vurmalısan. Onda 1-i də 11-ə vururuq. Eləyir 11x bərabərdir 55z. Buradan x bərabər olur 55-ə, y bərabər olur 15-ə. Tabi buradan x 55-li yazmışam artıq, z bərabər olur 11-ə. Və 3 cavabımız da var. Axtarılanda gətirib yerinə yazsaq, 55 üstəgəl 15 üstəgəl 11. 55, 15, 70, 70-in üstünə 11 gələndə 81 bizim cavabımızdır. 71-ci suala baxırıq. 71. Deməli, A, B daxildir natural ədədlər olarsa, A üstəgəl B bölünsün 0 tam dövrdə B, bağışlayın, A tam dövrdə B, A tam dövrdə B, üzərinə gəl, B tam dövrdə A. Bərabərdir. A üstəgəl B-ni saxlayırıq. A tam dövrdə B, dövrü onu kəsirdi, 9-da B idi. B tam dövrdə A, 9-da A-dır. Bərabərdir. A üstəgəl B, qalar tamları toplasağa gəlir, olur. A üstəgəl B tam, A üstəgəl B tam, 9-da, sürətləri də toplayanda A üstəgəl B, bərabərdir. A üstəgəl B-ni saxladım və bunu düzgün olmayan kəsrə çevirsək, məxrəci tamamı üzərinə sürəti gəlir. Bu ilə də 9A, üzərinə gəl 9B, üzərinə gəl sürət, yəni A üstəgəl B, bərabərdir. Sürətdə A üstəgəl B-dir, məxrəcdə də 9-da, 9-dan üstünə A gələndə 10A, üzərinə gəl 10A, üzərinə gəl 10B. Və bərabərdir. A üstəgəl B-də 9-da, onu ortaq vuruq kimi çıxarsaq, A üstəgəl B qalır. A üstəgəl B-lər ixtisar etdi, 9 qalxıb sürətə vurulsa, məxrəcdə 10 qalır, cavabımız olur 0,9-a bərabər. Növbəti suala baxaq. 70-ci suala baxaq, şöyle 70 nədir? 8-9-lardan eyni sualdır. 72. 15 kvadrat metr sahəni rəngləmək üçün 3 kiloqram boya lazımdırsa, 25 kvadrat metr rəngləmək üçün neçə kiloqram boya lazımdır? İnşallah bu düz mütənasibdir, çarpaz vurulur. 15x bərabərdir. 25 vur x. 75 elədi. 75-i də 15-ə böləndə cavabımız 5 düşdü. 73-cü suala baxaq.
73. Deməli, x üstə gəl, 2 bölü x bərabərdir. 9 olarsa, x kubu üstə gəl, 8 bölünsün x kubunu tapın. Deməli, burada sonra köməkçi müxtəsarlaşmasında kubların açılışına görə x üstə gəl, 2 bölü x, a kubu üstəl b kubunun açılışı kimi də birincinin kvadratı çıxılsın. Birincinin ikinci avında x-lar x-lar getdi, 2 qaldı. Üzərinə gəl, ikincinin kvadratı, yəni 4 bölü x kvadrat bərabərdir. Biz x üstə gəl, 2 bölü x-in yerinə 9 yazırıq. 9 vurulsun. Və buradan yenidən x plus 2-nin mötərizə, x üstə 2 bölü x-in mötərizə kvadratını yaradıram. X üstə gəl, 2 bölü x-in mötərizə kvadratı. İndi burada üzərinə gəl, birincinin ikinci avlamasının 2 misli var. Birincinin ikinci avlamında 2 qalır, 2 misli 4 var. Üzərinə gəl 4 var. Amma digər tərəfdə çıxılsın 2 varsa, onda mən çıxılsın 6 əlavə edəcəm ki, hesablarında yenə də mənfi 2 qalsın. Bərabərdir. 9 vurulsun. X plus 2 bölü x'in yerinə 9 yazsam, olur 9'un kvadratı çıxılsın 6. Bərabərdir. 9 vurulsun. 81 çıxılsın 6. Bərabərdir. 9 vurulsun. 81'dən 6 çıxanda 75 qalır. 9 5'in 45. 4 yerdə 9 7'in 63. O da 4, 67. Cevabımız olur 675. Dördüncü suala baxaq. 74. Deməli 3500 vurulsun 10 üstü 9. Ədədin standart şəkli yazılışında qiymətli hissəsilə tərtibin hansıdır? Uşaqlar dedik ki, R bərabərdir qiymətli ədədin standart şəklinin düsturu A üstü N. Və burada qiymətli hissə 1 ilə 10 aralığında olmalıdır. Birinin özü daxil ola bilər. Və biz buradan deməli 3,5'ə qədər qayıtsaq 1, 2, 3 vahid qaydırıq, yəni 3 addım qaydırıq. 3,5 vurulsun 10 üstü. Əgər 3 addım qaydırmışamsa, qüvvət 3 vahid artırıram, eləyir 12. Bunun qiymətli hissəsi 3,5'dir, tərtibi isə 12'dir. 3,5'i düzgün olmayan kəsrə çevirsək, 10'da 35'dir, vurulsun 12'yə. Bərabərdir. Hərəsini 5'ə çarparsam 2 qalır, 7 qalır, olur 2'də. 2 ilə də 12 getdi, 6 qaldı. Deməli 5 apardığında 2, 6, 7, 6'nın 42 oldu cevabımız. 42 oldu cevabımız. 2'ye getdi 5, 7, 6, 6, 7'nin 42 bölü. 75. suala baxaq. 75 nə deyir bizə? Bir parallelogram çəkək. Beşinci sual. A, B, C, D paralelogramdır. AY parçası və AC diagonalı. Deməli, ABC'de paralelogram vermişdir. ABY üçbucağının perimetri 20'dir. Yəni perimetr üçbucaq ABY bərabərdir 20'dir. Və bucaq YAC bərabərdir bucaq YSA'ya. Olarsa ABCD paralelogramın perimetrini soruş. Yəni perimetr ABCD bərabər soruşarız. Demək uşaqlar, YAC bax bu bucaqdır. Alfa deyirəm. YSA'ya, yəni ki bu alfa bərabərdir. Onda bunlar bərabər, yəni üç bucaqdır. Çünki oturacağı iki bucaqlar bərabərdir. AYS üç bucağında. ABY'nin perimetrini 20 verir. Uşaqlar, mən AB tərəfinə A desəm, AD tərəfinə B desəm. İndi mən bura bir C deyirəm, burada C deyirəm. Axı BC tərəfi ümumi B olmalıydı, çünki paralelogramın qarşı tərəfləri bərabərdir. Onda BY tərəfinə qalır, B çıxılsın C ki, bu ikisini BY ilə YS'ni toplayanda bizə AD'ni, yəni B-ni versin deyə. İndi bizə ABY'nin perimetrini 20 vermişdi. ABY üçbucaqlı budur. Tərəflərini toplasaq əgər A üstə gəl B çıxılsın C üstə gəl C, bax. ABY'nin tərəfləridir. Bərabərdir 20 verməlidir. Mənfi C ilə müsbəti getdi. A üstə gəl B bərabərdir 20 oldu. Və bizdən paralelogramın perimetrini soruşur. Mən paralelogramın tərəflərini A və B demişəmsə, deməli 2A üzərinə gəl 2B düsturumuz var da paralelogramda. 2'nin ortaq vuruq kimi çıxarsaq A üstə gəl B. A üstə gəl B 20'dir. 2 vurulsun 20 bərabər olur 40 santimetr. Növbəti 76-cı suala baxırıq. 76.
6. Deməli, alfa plus 20, alfa plus 60 xarici bucaqlardır, daxili bucaq 40-dır. Sonra biz burada 40-ın xarici bucağını da tapa bilərik. Xarici bucaqlar cəmi, qonşu bucaqların cəmi 180-dırsa, xaricisi də 140-dır və 3 bucağın 3 xarici bucağı. Xarici bucaqların cəmi də 360 dərəcədir. Alfa üstəgəl 60, alfa üstəgəl 20 və 140 dərəcə. Bərabər olmalı 360-a. Alfaları toplayanda 2 alfa üzərinə gəl. 2 alfa bərabərdir də. Ataq sağ tərəfə 360 çıxılsın. 60, 20, 80, bu da 140, 220. Çıxılsın 220. Buradan 2 alfa bərabərdir. Çıxanda 0, 4, 1. Alfa da bərabər olur. 142'ye bölük 70. Bizdən də alfanı soruşurdu. Cavab oldu 70'e bərabər. 77-ci sual. Yenə də 8-9-cu siniflərə düşmüş sual idi. 77. 400 qram 30 faizli tuz məhlulu. Deməli, burada uşaqlar məhlul 400 qramdır. Həll olan isə 400 qramın 30 faizi. 400'ün 30 faizi ədədin faizi. 430'a vurub 100'ə bölürsə, yəni 120 qram tuz var. Deyir 20 qram su. Su yalnız məhlulun üzərinə əlavə edilir. Üzərinə gələm 20. 80 qram duz. Duzu isə hər birisinin üzərinə əlavə olunur. Həm məhlulun, həm də həll olanın. Deməli, bizim ümumi məhlulumuz 500 oldu. Ümumi həll olanımız isə 200 oldu. Qarşılığın da düsturu həll olan, yəni 200 bölünsün məhlul, vurulsun 100%'dir. 100 ilə 575, 5 ilə də 207, cavab oldu 40%'li məhlul alınır. Növbəti 78-ci suala baxaq. Deyir, metalın tərkibində 20% mis var. 1 kilogram metaldan 150 qram mis alınıbsa, neçə kilogram mis itkiyə gedir? Birincisi uşaqlar, burada 1 kilogramı çevirək qrama, 1 kilogram 1000 qram. Və o 1000 qramın 20% misdir. Vur 20, bölünsün 100. 2 0 atdıq, onu 20'ye vuranda deməli 200 qram mis var. 1 kilogram tərkibində. 1 kilogram metaldan 150 qram mis alınıbsa, deməli 200 qram idi. Ondan 150 qram alınıbsa, 50 qram itkiyə gedib. İtki. Neçə kilogram deyir, neçə kilogram. Sonra bu kilograma diqqət edin, biz çünki qramla tapmışıq. Deməli, əgər 1 kilogram 1000 qramdırsa, 1 qram kilogramın mində biridir. Mində biridir. İndi bizdə də 50 qram kilograma çevirmək istəyirsə, onda 50'ni vurmalıyam 1000'də 1'ə. Hərəsindən 1 sıfır atsam %5 qalır. Yəni 0,5 kilogram mis itkiyə getmişdir. Növbəti 79-cu suala baxaq. Deməli, 3 bölünsün 2 vurulsun 5, üzərinə gəl 3 bölünsün 5 vurulsun 8, üzərinə gəl 3 bölünsün 8 vurulsun 11. Və s. və ilə axır, üzərinə gəl 3 bölünsün 68 vurur 71. Sonra burada yəni sayını bilmədiyimiz kəsirlərdə ikinci qaydamız nə idi? Birinci kəsir, yəni 2'də 3, çıxılsın axırıncı kəsir, yəni 71'də 3, 71'də 3. Bölünsün məxrəclər arasındakı fərqə. 5 ilə 2'nin fərqi 3, 8 ilə 5'in fərqi 3, 11 ilə 8'in fərqi 3 və s. və ilə axır. Bölünsün 3'ə. 2 ilə 71 də qarşılıqlı sadələtdir. Əşobu işçinin hasilidir. Yəni 142. 142'ni 2'yə böləndə 71 edir. 3'ü 71'ə böləndə 3 1'in 3, 3 7'in 21 çıxılsın. 142'ni 71'ə böləndə 2 edir. 2 3'ündə 6. Sonra bölünsün 3'də 1 vurulsun. Bölünsün 3 vurulsun elə 3'də 1 deməkdir. Bərabərdir 142'də 213'dən 6 çıxanda 207 vurulsun 3'də 1. Bu da bərabərdir 142'də 3 ilə 207 getdi, qaldı 60, 18, 27, 69. Yəni cavab 142'də 69 olacaqdır cavabımız. 80-ci suala baxırıq. 80.
Deyir ki, qalanında mənfi var, xüsusilə diqqət etməlisiniz. Mənfi 5-də 3 a kubu b kvadratı vurulsun 3 tam 3-də 1 a b-nin kubu. Bir əlini standart şəkildə yazın, qüvvəti ilə əmsalının hasilini tapın. Deməli, standart şəkildə gətiririk. Mənfi 5-də 3 və bu da əmsallı şarat. Keçirik qarşıya və düzgün olmayan kəsrə çeviririk. 3 üstün 9 üstünə 1 10 vurulsun 3-də 10 və a üstü 3 və a üstü 1 elə də a üstü 4 b üstü 2 və b üstü 3 elə də b üstü 5 bərabərdir. Mənfi 3 ilə 3 gedər, 5 ilə 10 gedər, 2 qalar. Mənfi 2 a üstü 4 b üstü 5 qüvvəti ilə əmsalını soruşur. Əmsal mənfi 2-dir. Qüvvət isə dərəcələri toplamaqla tapılır. 4 ilə 5, 9. Hasilini soruşur bizdən. Mənfi 2 vurulsun 9. Mənfi 18 eləyəcək cavabımız. Sonuncu sualımıza baxırıq. 81-ə. 81 bayaq da yazdıq yenə də. 81. Kök altında 6,3 vurulsun 2,7. Vurulsun. Mötərizdə kök altında 6,3 bölünsün 2,7. Üzərinə gəlir. Kök altında 2,7 bölünsün 6,3 bərabər. Uşaqlar, mötərizənin çölündəki vuruğu, mötərizənin içərisindəki hədlərin hər birisinə vururam. Və hər birisinə vuranda eyni dərəcədən olduğuna görə bir kök altına girəcək. Onda bərabərdir. Bax, bunu bu kök altıya vuranda bir kökün altına girdilər. 6,3 vurulsun 2,7 vurulsun. 6,3 bölünsün 2,7 bağladıq kökü. Üzərinə gəl. İndi bunu vuranda digərinə 6,3 vurulsun 2,7 vurulsun 2,7 bölünsün 6,3 bərabərdir. Buradan 2,7'lər ixtisar getdi. 6,3'ü 6,3'ə vuranda 6,3'ün kvadratı edir. Kökdən çıxanda kvadrat itdi. Üzərinə gəl. 6,3 ilə 6,3 getdi. 2,7'nin 2,7'yə vuranda kvadrat edir. Kökdən çıxanda kvadrat itdi. 6,3'ün üstünə 2,7 gələndə cavabımız eləyəcək 9. Bu qədər uşaqlar. Sağ olun.